5-ci sinif üzrə təhsil alan dəyərli şagirdlər, eləcə də valideynlər, hər birinizi kanalımda xoş gördük. Gülşən müəllimənin hazırlamış olduğu 5-ci sinif 6-cı KSG-nin ətraflı izahına birlikdə baxacağıq. Adətən summativ izahlarını paylaşdıqdan sonra rəylərdə belə bir şərhlər gəlir ki, müəllimə bizə bu KSG-mi düşəcək və yaxud da KSG olub bitdikdən sonra müəllimə axı bizə bu KSG düşməmişdik. O səbəbdən bu rəylər gəlməmişdən öncə bunu sizə bildirmək istəyirəm ki, hər bir fənn müəllimi KSG-ni özü hazırlaya bilər. Bu sərbəst bir şeydir. Yəni bu və yaxud da başqa bir summativi yazdıra bilər. Bu summativ sizin üçün faydalıdır. Nəyə görə? Çünki siz 6-cı bölməni bitirdikdən sonra özünüzü yoxlamaq məqsədi ilə bu summativi işləyib, daha sonra izahına detallı formada baxa bilərsiniz. Bu cür yoxlama sizə KSG 6-nı daha uğurlu yazmağınıza kömək olacaq. Vaxt itirmədən gəlin başlayaq. Birinci sualımızda bildirir ki, bazar ertəsi bizim 5 fənnimiz var. Riyaziyyat, ədəbiyyat, təsviri incəsənət, ingilis dili. Ardı olaraqdan biz bir fənn seçməliyik. Çünki burada 5 fənni olduğu qeyd olunub. Lakin 4 fənni sayır. Biri isə yoxdur. Bu zaman doğru variantımız variantlar arasında olan coğrafiya fənni olur. Tərcüməyə əsasən qeyd olunur ki, biz rəqəmləri öyrənirik. Hansı fəndə? Əlbəttə ki, riyaziyyatdan. 6-cı bölmədə present simple, indiki sadə zaman mövzusuna detallı formada toxunulur. Əgər şəxs əvəzləyib təkdə olarsa, bu zaman mənim feilim təkdə olur və feilimin sonuna is və yaxud da is əlavə olunur. Doğru variantım C variantı. 4-cü sualda present simple-ın inkar forması qeyd olunub. Doesn't olarsa, bu zaman feilim sadə formada olur. Doğru variantım D variantı. 5-cidə düzgün söz önünün seçilməsi tələb olunur. At home, eləcə də in the morning. 6-cı cümlədə düzgün cümlə quruluşu tələb olunur. Cümlə quruluşu ilə bağlı problem yaşayan şagirdlər yuxarıda çıxan hissəyə toxunaraq həmin videoya keçid edə bilərlər. Həmin videoda detallı formada cümlə quruluşu izah olunub. Qısa formada bu videoda izah eləsək, cümlə quruluşumuz mübtəda, xəbər, tamamlıq, yer və zaman olmaqla hissələrə bölünüb bu strukturda gedir. Bu zaman mən artıq sual verərəkdən cümlə quruluşumu düzəldə bilərəm. Sual verirəm. Kim? Onlar. Nə edirlər? Voleybol oynayırlar. Kim ilə? Dostları ilə. Sözünü olduğu üçün with, ona görə aid olduğu sözün qarşısında istifadə olunub. Birinci with, daha sonra their friends gəlib. Ən sonda isə zaman verilir. Nə vaxt, nə zaman? Həftə sonları. Doğru variantım C variantı. 7-ci sualımızda düzgün sözün seçilməsi tələb olunur. Listen to music, musiqi dinləmək. İkincidə isə doğru variantımız at home. Mən axşam mahnı dinləyirəm. İkincinin tərcüməsi isə bu şəkildə gedir ki, mən valideynlərimlə səhər yeməyi yeyirəm. Burada tərcüməyə əsasən biz doğru variant kimi ev sözünü götürürük. İndiki sadə zaman qaydamıza əsasən mübtədam təkdədirsə, bu zaman mənim feilimin sonunda is və yaxud da is olacaq. Doğru variantım studies. İkincidə sual cümləsidir, does var. Bilirik ki, does olduqda feilin sonundakı is düşür, ona görə doğru variantım read. Üçüncüdə isə she ilə istifadə olunur, doesn't. 9-cu sualımızda verilmiş cümlənin sualı və inkarı tələb olunur. İndiki sadə zamanın sual formasını düzəltmək üçün do və does'dan istifadə olunur. Cümləmin mübtədası she, he, it və yaxud da təkdə olarsa, yəni məsələn adlar ola bilər və yaxud da təkdə olan hər hansısa bir isim ola bilər, bu zaman does'dan istifadə olunur. Does cümlənin qarşısına keçilir. Bu zaman does istifadə olunduğu təqdirdə feilimizin sonundakı is silinir. Necə ki, burada qeyd etdiyimiz kimi. Kate qadın adıdır, təkdədir. Təkdə olduğu üçün sualını düzəltmək üçün does-ı qarşıya keçirmişəm. Bu səbəbdən buradakı s-i silmişəm, does olduğu təqdirdə s silinir. İnkarda isə feildən əvvələ doesn't artırmışam. Doesn't artırdığım təqdirdə isə mənim yenə də buradakı s-im silinir. 10-cu sualın tərcüməsini ekranda paylaşacağım. İndi isə gəlin bir-bir sualların izahına baxaq. Birinci sualımızda deyir ki, riyaziyyat problemlərini həll etmək üçün şagirdlərə hansı fənn kömək edir? Doğru variantım B variantı riyaziyyat. İkinci sualımızda deyir ki, coğrafiyada şagirdlər nə öyrənir? Doğru variantım ölkələr və xəritələr. Üçüncü sualımızda keçmiş hadisələri və önəmli insanları hansı fənn öyrədir? Doğru variantımız tarix, C variantı. Dördüncü sualımızda isə deyir ki, physical education, yəni idman dərslərinin əsas diqqəti nədir?
Fiziki fəaliyyətlər, physical activities. Videonu bəyənməyi və şərh bölməsində öz rəylərinizi yazmağı, eləcə də kanala abunə olmağı unutmayın.